Salam dostlar, mənim adım Elvirdir. Mən artıq 5 ilə yaxın TN şirkətinə əməkdaşlıq edirəm. Bugün yenə də növbəti olaraq öz kalsiyumdan istifadə edirəm. Ümumiyyətlə soruşurlar ki, Elvir siz niyə kalsiyumu çox istifadə edirsiniz? Bir şey bildirim ki, kalsiyumun yoxluğu 160-dan yuxarı xəstəliyin yaranmasına səbəb olur. Əgər istəmirsinizsə ki, sizin də oynaq problemləri ortaya çıxsın, əgər oynaqlarınız ağrırsa, mütləq kalsiyum istifadə etmək lazımdır. Əgər ürək-damar problemləri varsa, mütləq kalsiyum istifadə etmək lazımdır. İstəyirsiniz ki, beyniniz yaxşı işləsin, beyinə qan yaxşı geçsin, əsəbləriniz sakit olsun, yuxunuz normada olsun və ən əsası yaddaşınızı möhkəmləndirmək istəyirsinizsə, mütləq TN şirkətinin istehsal etdiyi super kalsiyumlardan istifadə etmək lazımdır. Bu kalsiyumun başqa bir özelliyi ondan ibarətdir ki, eyni zamanda immuniteti qüvvətləndirir, hasırlığı aradan götürür, dırnaqlarınız qırılırsa, saçınız tökülürsə, bu sizə hava sökümü lazımdır, onun qarşısını əlbəttə ki, alır. Eyni zamanda orqanizmin digər maddələr mübadiləsinin tənzimləməsində bu kalsiyum əvəz edilməz rolu vardır. Kalsiyum aptekdəkilərdən TN'sin kalsiyumun fərqi ondan ibarətdir ki, aptekdəki kalsiyumlar 30% soğuduğu halda bu kalsiyum 98% qana soğulur, təbiidir və rahat soğulur. Bu demək deyil ki, biz kalsiyum istədiyimiz saatda istifadə edə bilərik. Bağırsaqlar kalsiyumun soğuma saatı günorta saatları, ən yaxşı da saat 1-dir. TN'sin kalsiyumunun üstünlüyü ondan ibarətdir ki, tərkibində digər vitaminlər də var. A vitamini, D vitamini, üstəgəl C vitamini və ən əsası da mikro makro elementlər də vardır. Onlardan ən çox sevdiyim dəmir elementi. Əgər qan azlığınız varsa, bu sizə mütləq lazımdır. Bəzi insanlar deyir ki, yayda vitamin kalsiyumlar içməyə ehtiyac yoxdur. Mən bunun əksini deyirəm. Əslində elə bütün vitaminləri yayda almaq lazımdır. TN kalsiyumunun istifadəsi çox asandır. Paket şəklindədir. Həmin paketi açırsınız, ilıq suda qarışdırırsınız. İlıq suda qarışdırandan sonra həmin paketi gözəl şəkildə başlayırsınız onu istifadə edirsiniz. Süt şəkillidir, süt kimi bir şey alınır və çox gözəl də dadı tam olur. Ümumiyyətlə, kalsiyumdan nəticə alan mənim tanışlarım çoxdur. Zəhmət olmasa, onlar da insanları maarifləndirmək üçün bu kalsiyumdan videosu içərisində paylaşsınlar. Mən bu videonu paylaşdım. Növbə Həsən müəllimdə, Dilarə xanımda, Elçin müəllimdə və Elvira xanımdadır. Siz də zəhmət olmasa, kalsiyumdan niyə istifadə edirsiniz? O videonu çəkin, paylaş. Sizə uğurlar, inşallah görüşək.